soruşacaq. Aysel, buyur. Mən əslində Zahidə xanımın sənətini çox sevirəm. O illərdən, bizim uşaqlıq illərimdən dinləyirdim də Zahidə xanım. Amma mən sizi görmədən sevmişəm. Təşəkkür edirəm. Bu telefon danışığından. Bəli. Sadəcə olaraq Zahidə xanım biraz ara verdi. Əslində bu ara verməyə biz kiməsə deyə bilmərik. Çünki hər kəsdə bu baş verə bilər. Sadəcə olaraq sənətçilər üçün, ifaçılar üçün ara vermək biraz onlara uçuruma doğru aparır. Çünki Zahidə xanım illər sonra yenidən qayıdıb sual vermək istəyərdim ki, həmən tempi, həmən tamaşaçını yenidən ələ almaq olurmu, yoxsa çətinlik çəkirsiniz? Nə gözəl sualdır. Əvvəllər sosial şəbəkələr yox idi, sevilmişdim. Min şükür. Amma məsələn, mən Lamiyə xanımın yanında olduğum üçün demirəm. Mən onu itirə də bilmərəm. Zamanında Lamiyə xanımın da mənə çox kömək olub. Əziyyət olub mən üzərimdə. Mən onu itirə bilmərəm. Azərbaycan televiziyasından çünki əgər onu itirsəydim, bugün Zahidə Günəş olmazdım, bugün burada oturmazdım. Lamiyə xanımın da dəstəyi olub mən üzərimdə çox. Mahnı seçimimdə, özümü aparmağımda, danışığım. Həmçə mən deyib ki, hələ o vaxt qalmaqal yox idi. Deyirdi, kimsə nəsə deyildi, sus, otur, mahnı oxu, baş salaşağı. Demişdim, elə də davam edim. Amma bugünkü gündə, yəni deyirəm, indi çoxdur, efirlərimiz də maşallah çoxdur, sosial şəbəkələrimiz çoxdur. Ondan da çox indi fanatlarım var. Min şükür, dinləyicilərim. Demək ki, siz yenidən bəlkə əvvəllər gedirdim, məsələn, hər gün bir toya, rayonda, başqa ölkələrdə, maşallah bir gündə 8, elə olur ki, 7, 10 toy, yəni ki, çatdırıram da, min şükür. Mən bir şey əlavə eləmək istəyərdim icazənizlə. Ümumiyyətlə, bu sahədə belə bir şey də var. İllərlə məsələn ola bilər də müğənni ara versin, o boşluq yaranır, sonra yenidən sıfırdan bir də başlayır. Bilirsiniz ki, o maddiyyat çox tələb olunur. Ancaq müğənni var ki, olmasa da onun adı var. Mahnıları yaşayır. Müğənni də var ki, istər oxusa da, istər gündəmdə belənçin olsa da, efirlər xeyri yoxdur. Məsəl üçün, Zahidə xanımın ömrü boyu adı olubdur. Əgər efirlərdə də olmasa, həmişə o adı qalıbdır, o qoruyub saxlayıbdır. Yəni, bu əsas şərtlərdən biridir əslində. Mən onu bilirəm əslində. Zahidə xanım tanınan bir simadır, adı tanınır, sənəti tanınır. Sadəcə olaraq kütləni qaytarmaq söhbəti var. Niyə uzaqlaşmışdım? Deməli, üzr istəyirəm tamaşaçılardan da. Allah bütün valideynlərə can sağlığı versin, uzun ömür versin. Qalanlara qəni-qəni rəhmət eləsin. Məsələn, mən doğmalarımı dalbadal itirdim. İllərin keçdikcə uzaqlaşdım. İli çıxmamış çıxmadım. Gözlədim, il gözlədim. Bax, belə-belə sonra da üzr istəyirəm, ana oldum. Övladımı özüm böyütdüm. Yəni ki, övladımı qoyub efirə də çıxa bilməzdim. Bax, belə aralar oldu. Məsələn, mən bəlkə də ona görə Zahidəyəm ki, böyüklərimin qədrini bilmişəm. Əzizlərimin, doğmalarımın dəyərini bilmişəm. İtirən kimi gəlim oxuyum, düzdür, mənim işim odur. Çörək pulum oradan gəlir, gəlir düz danışaq. Amma ona baxmayaraq, düzdür, toylara gedirdim. Onu etiraf, yəni ki, səhv danışa bilmərəm, yalan danışa bilmərəm. Amma efirlərdən biraz uzaqlaşmışdım. Bu sizin işinizdir, yaşamaq üçün, dolanmaq üçün hər bir işi var. Yəni, heç vaxt mənə yaxşılıq eləyən insanları itirmirəm, yaxşılıqların. Məsələn, Zahir müəllim, Zahir Kamal da mənə dəstək oldu, o ərfələrdə. Mənə çıxartdı efirlərə ki, Zahidə sən, səsin gözəldir, efirlərdə olmalısan. Sonra Tarix bəy mənə kömək elədi. Mən bunları itirə bilmərəm. Heç vaxt itirə bilmərəm. Mənim əziz dostum. Allah hamımıza can sağlığı versin. Amma ilk addımlarımı mən canım, rəfiqəm, bacım, Lamiyə xanım. Əslində, mən sualı belə ünvanladım ki, yəni zaten siz tanınırsınız, İlham bəyin sözünə qüvvət, adınız yaşayır. Sadəcə olaraq xatırladanda xatırlaya bilirik sizi. Amma bir də var ki, sənət göstərmək. Bugünkü gündə sənətkarlarımız var ki, yenilik etmirlər. Tamaşaçı yenilik istəyir. Əgər sənətkar, sənətçi yenilik etmirsə, tamaşaçılar artıq onu yeniləyib, başqa bir, belə deyək də, ifaçının yanına gedirlər. Başqasına fanatlıq edirlər. Ona görə deyirəm ki, yenilik etmək lazım. Ölürəm, mən mahnılar durmadan yazıram. Məsələn, o ərəfələrdə efirlərə artıq istəyirdim çıxmaq təzə-təzə. Mən elə bir mahnı ilə Hollandiyaya getdim, toya getdim ki, o bəlkə də heç kəs inanmaz ki, həzin bir mahnım var, heç bu dəqiqə bəlkə də o bilənlər bilir, bilməyənlər bilmir. Dəli ürək mahnım. Heç mənim ağlıma gəlməz. O mahnıya görə çalırlar. O mahnımın bir fanatı var. Mən o mahnıya görə ayrılmarıq qalıb burada şən mahnılarım. Dəli ürək. Ay dəli ürək, söylə neyləyək, son qoyaq eşqə, bir də sevməyək. Bu, yəni ki, lirikandan, məsələn, toylara axı dəvət ala bilmirik. Mən o mahnımdan getmişəm. Səni sevər, məni sevməz bu dünya. Həmiyyət ki, belə oynayıram. Onları yenidən oxumaq lazım. Sənəm xanım.